jurnalistlərin, tənqidçilərin, blogerlərin və yaxud da ki, cəmiyyətin bir belə tənqidinə rəğmən yenə siz əxlaqsız, tərbiyəsiz, mənəviyyatsız, milli mənəvi dəyərlərimizi yerlə yeksan edən mövzuları, söhbətləri efirlərə çıxarırsınız. Buna bax. Redaktorumuz mənə dedi ki, nə qədər də dansa bu bir reallıqdır. Biz bunu istəsə sübut edə bilərik. Mehriban xanımın sponsoru ailəlidir və Mehriban xanımdan sevgilidir. Ayşe. Necə? Ayaq saqqı, bir dəqiqə dayanın danışar. Ayaq saqqı. Nəyə danışacaqsan? Həm də ağsaqqal dediyin adamla. Sən onun qızı dediyinə görə sponsoruyla sevgilidir. Sponsoru da dırnaqarası sponsor ailəlidir. Bu xəyanətin təbliğatıdır. Bu əxlaqsızlığın pul qarşılığında qadının başqa kişi ilə yaşaması, adın sevgi qoyurlar, nə qoyurlar? Sevgi yox, sevgi insan ailə həyatı qurur, o sevgidən övlad dünyaya gəlir. Amma siz dediyiniz sevgi deyil, siz dediyiniz əxlaqsızlıqdır, yəni belə bir şey varsa. Siz bunu təbliğ etməklə, siz bunu efirə çıxartmaqla belə mövzuları yəqin ki, adi qəbul edirsinizsə, yəqin sizin ailələriniz də baxır. Yəqin elə olmağına göz yumarsınız. Ağsaqqalı çağırırsan, deyirsən ki, belə, yəqin ki, sən qarşıva belə bir şey çıxsa, normal qəbul eləyərsən. Sənin ailəndə belə bir şey olsa, efirə çıxarsalar, normal qəbul edib, oturub onu söhbət eləyərsən. Yəqin onu haqlı çıxararsan. Yəni, çünki sənin etdiyin hərəkət buna işarə verir. Mənası bundan ibarətdir. Gözləyirdin ki, o otursun orada söhbət eləsin. Nəticə niyə çıxartmırsınız? Gələcəkdə böyüyən sizin xəbəriniz var, 14-15 yaşında qızlar, oğlanlar sevgili deyib bir-biri ilə. Hamısını siz təbliğ eləmişsiniz, siz pozmuşsunuz, siz korlamışsınız. Sosial şəbəkələrdə insanlar nə hoqqalardan çıxır, televiziyaya baxır ki, televiziya budur, deməli normaldır. Pula görə 5 manat, 10 manat, 10 min, nə bilim 20 min pul qazanmağa görə mənəviyyatı, əxlaqı ayaqlar altına atmaq olmaz. Siz həm də öz kişiliyinizi, mənliyinizi ortalığa qoyursunuz. Sizin vicdanınız, qeyrətiniz, şərəfiniz necə çatır belə mövzuları gündəmə gətirmə? Özü də kişi cinsindən olan bir adam. Ayıb deyilmi? Utanmırsınızmı? Hələ o verilişlərə sponsor olanlar da həmin o mövzulardakı, o hansı mövzunu müzakirə edir, o səviyyədə insanlardır. Çünki sən nəsənsə, sənin əxlaqın, vicdanın, sənin tərbiyən nədirsə, sən onu təbliğ edib ona sponsorluq eləyirsən.